Salam. Bugün sizinle birlikte bir qədər, necə deyim, çətin bir mövzuya baxırıq. Red Pill, yəni qırmızı həb fəlsəfəsi və onun qadın təbiəti haqqında dedikləri. Bəli, salam. Bu həqiqətən də çox müzakirə olunan bir yanaşmadır. Əlimizdəki materiallar da məhz bu iddiaları və onlara qarşı arqumentləri analiz edir. Məqsədimiz də elə budur, yəni bu baxışları və cavabları sizə çatdırmaq. Hə, adı da Matrixdən gəlir deyəsən. Qırmızı həb, acı həqiqət. Elədir, elədir. Görək burada həqiqətlər nədir? Yəni, bu yanaşma iddia edir ki, müasir gender münasibətlərinin, xüsusən qadın davranışlarının əsl mahiyyətini açır. Gəlin baxaq görək, sizin təqdim etdiyiniz materiallarda əsas iddialar və onlara verilən cavablar nədir? Yaxşı, başlayaq. Birinci əsas konsept hipergamiya. Çox eşidilir bu söz. Bu nə deməkdir əslində? Hə, hipergamiya. Materiala görə bu, qadınların instinktiv olaraq sosial, iqtisadi cəhətdən özlərindən üstün kişilərə can atmasıdır. Belə deyilir. Bəli, iddia budur. Hətta belə bir ifadə də var. Alpha fox, beta box. Yəni, cəlbedici alfa ilə münasibət, amma maddi təminat üçün betaya üstünlük vermək. Düzdür, bu mərkəzi fikirlərdən biridir. Güya qadınlar həmişə düşünür, daha yaxşısını tapa bilərəmmi? Baxın, təqdim etdiyiniz analizlər isə buna ciddi şəkildə qarşı çıxır. Qeyd olunur ki, yəni bu nəticə üçün istifadə olunan bəzi statistikalar çox vaxt kontekstdən kənardır, ümumiləşdirilir. Yəni, reallıq fərqlidir. Əlbəttə, müasir dövrdə qadınlar oxuyur, karyera qurur, maliyyə cəhətdən müstəqil olurlar, hətta özlərindən az qazanan kişilərlə də xoşbəxt ailə quranlar az deyil. Aha. Bu hallar o instinktiv meylin, necə deyim, universallığını şübhə altına alır. Yəni, analiz göstərir ki, status önəmli ola bilər, amma tək faktor deyil. Emosional bağlılıq, ortaq dəyərlər, səmimiyyət, bunlar da çox vacibdir. Bəlkə daha da vacib. Aydındır. Deməli, məsələ təkcə status deyil. Yaxşı, keçək ikinci iddiaya. Qadınların daha emosional, kişilərin daha məntiqli olması. Bu da çox deyilir. Bəli, bəli. Bu da klassik bir fikir kimi təqdim olunur. Güya bu emosionallıq rasional qərar verməyə mane olur. Amma mənbələr deyir ki, bu köhnəlmiş bir stereotipdir. Yəni, müasir psixologiya bunu belə görmür. Necə yəni? Yəni, həm kişilər, həm də qadınlar vəziyyətdən asılı olaraq emosional və ya məntiqli reaksiya verə bilər. Bu şəxsiyyətdən, təcrübədən, hətta o anki durumdan asılıdır. Cinsiyyətlə birbaşa əlaqəsi yoxdur. Düzdür. Analizdə də göstərilir ki, məsələn, həkim, hakim, CEO kimi yüksək məsuliyyətli işlərdə nə qədər uğurlu qadın var. Bu özü elə stereotipi alt-üst edir, elə deyilmi? Hə, tamamilə çox tutarlı arqumentdir. Gələk bəlkə də ən, necə deyə, mübahisəli iddiaya. Qadınların təbiətən etibarsız olması. Ah, bəli, bu da var. Materiallarda monkey branching, yəni meymun kimi bir budaqdan o birinə tullanmaq, bir münasibət bitməmiş o birini hazırlamaq və hypergamous switch, daha yaxşı variant çıxan kimi indiki partnyora qarşı hisslərin birdən sönməsi, bunlar izah edilir. Çox sərt səslənir əslində. Çox sərt iddialardır həqiqətən və təqdim olunan mənbələr buna da etiraz edir. Baxın, boşanma səbəbləri çox müxtəlifdir. Məsələn? Ünsiyyət problemi, pul məsələləri, fərqli baxışlar, hörmətsizlik, hətta zorakılıq və bəli, xəyanət də var. Amma xəyanət və ya münasibəti bitirmək təkcə qadınlara aid bir şey deyil axı. Elədir. Araşdırmalar göstərir ki, hər iki cins arasında olur bu, müxtəlif səbəblərdən. Ona görə də bunu sırf qadın təbiəti ilə bağlamaq mənbələrə görə çox sadəlöv və hətta qərəzlidir. Aydındır. Bəs bu red pill düşüncəsi niyə bəzilər üçün, xüsusən kişilər üçün bu qədər cəzb edicidir? Materiallarda buna dair nə deyilir? Bir neçə səbəb göstərilir. Məsələn, şəxsi mənfi təcrübələr, uğursuz münasibətlər. Travmalar yəni. Bəli. Sonra cəmiyyətdə gender rolları dəyişir, bu bəzilərində çaşqınlıq, narahatlıq yaradır. Bir də internetdəki qapalı qruplar var. Orada bu fikirlər sürətlə yayılır. Hə, o qruplar. Və bir də psixoloji bir şey var, təsdiq qərəzi. İnsanlar öz inanclarına uyğun gələn məlumatı daha tez qəbul edir, əksini görmürlər. Deməli, mürəkkəb məsələdir. Fərdi təcrübələr, sosial dəyişikliklər, psixologiya, hamısı rol oynayır. Yaxşı, yekunda bu təhlillər bizi hara gətirir? Əsas nəticə odur ki, insan münasibətləri, partnyor seçimi, bunlar Red Pill-in dediyi kimi sadə düsturlara sığmır. Çox mürəkkəbdir. Aha. Mənbələr vurğulayır ki, emosional bağlılıq,
qarşılıqlı hörmət, güvən, ünsiyyət, ortaq dəyərlər, bunlar ən az status qədər, bəlkə də daha çox önəmlidir. Yəni əsas bunlardır. Bəli, gender fərqləri var əlbəttə, amma uğurlu münasibətin təməli qarşılıqlı anlaşma, hörmət və səydir. Hansısa ümumi təbiət qanunu deyil. Stereotiplər çox vaxt bizi çaşdırır. Çox maraqlı söhbət oldu. Deməli, sizin paylaşdığınız materiallar bu iddiaları ortaya qoyur, amma eyni zamanda tənqid yanaşır, daha geniş mənzərəni göstərir. Elədir. Əsas odur ki, insan münasibətlərinin mürəkkəbliyini anlayaq. Bəs siz, əziz dinləyici, necə düşünürsünüz? Bu danışdıqlarımız, bu iddialar, əks arqumentlər sizin təcrübə və müşahidələrinizlə nə dərəcədə uyğun gəlir? Həqiqətən üzərində düşünməyə dəyər bir mövzudur.